Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də ənənəmizə uyğun olaraq həftəlik məlumatları sizə çatdırmağa çalışacağım. 29 dekabr, 4 yanvar aralığı. Amma demək olar ki, iş gününə düşmür, bayramdır. Burada proqnoz vermək də sizi yanılda bilər. Çünki nə iş deyə bilirsən, iş günü deyil, nə pul para, nə səfər. Çünki səfərə çıxmaq istəyənlər artıq öz planlarını qurublar. Kim harada yenilik keçirəcək onu qurublar. Ona görə gəlin ilk dəfə olaraq sizə proqnoz yox, digər məsələlərdən danışaq. Çünki yeni ildir, burada siyasi, ictimai məsələlərdən də danışmaq istəmirəm. Amma bir haşiyə çıxım ki, artıq həm Cümhuriyyət qəzetində, həm Cəbhə info saytında mənim bürclər üzrə illik proqnozlarım çap olunmuş şəkildə yayımlanıb. İstəyərdim ki, oradan baxıb oxuyasınız. Videosu var mənim öz kanalımda, amma bəzi insanlar var, yazı ilə istəyir oxuya, saxlaya özündə. Buyurub həm Cümhuriyyət qəzetini almaqla, həm də yaxud da saytda baxmaqla oxuya bilərsiniz, izləyə bilərsiniz. Gələn il qırmızı alovlu at ilidir. İlin himayədar planeti Marsdır. Marsın himayəsində də Əqrəb və Qoç bürcü durur. Ən aparıcı bürclər budur. Həm məsuliyyət də çoxdur onların, vəzifələri də çoxdur. Həm də öndə gedirlər. Öndə gedən təkcə müsbətlərlə, belə deyim, haşiyələnmir. Həm də onun işi, gücü, məsuliyyəti, vəzifələri ağır olur. Bəzən kənardan baxıb bəxtəvəri vermək asandır. Sonra il qırmızı rəngdir. Qırmızı rəng haqqında da kifayət qədər məlumatlar var. İnqilab rəngi deyirlər. Əslində, inqilab rəngi, qan rəngi belə deyirlər. Yox, o rəng psixologiyasında qırmızı başlanğıcdır, qırmızı yenilikdir, qırmızı vəhdətdir və digər nəsnələr də var. Sadəcə hərəsinə biraz toxunmaq istəyirəm. At ili ilan ilində yığılıb qalmış yarımçıq, o dağılmış nəsnələri, dağılmış materiyanı birləşdirməyə, bərpa eləməyə, pozulmuş münasibətləri düzəltməyə yönəlik bir çıxışlar eləyən, təsir eləyən bir zodiak ilidir. Çin təqviminə görə at ili insanların müstəqil olmasına çalışır. At illəri müharibə eləmir. Heç bir at ilində mən son 5 əsri nəzərdən keçirmişəm. Müharibənin başlanması olmayıb. Əvvəlki illərdə olan müharibənin davam eləməsi olub. 10 illik, 5 illik, 3 illik, necə ki, məsələn, Ukrayna, Rusiya davam eləsə, at ilinə də davam eləyəcək. Onun at ilinə təməl istiqamətində heç bir dəxli yoxdur. Amma özündə hansısa bir müharibənin başlandığını bir dənə olsa da, bir fakt olsa rastıma çıxmayıb. Üstəlik, at ili amma dövlət çevrilişləri, xalq hakimiyyət qarşı durması, üsyanlar, demokratik seçimlə də hakimiyyətlərin dəyişməsinə dəlalət edir. İnsanlara müstəqillik, azadlıq, doğru sözü deməyi təlqin edir at ili. Bax, əsas bunlara fikir vermək lazımdır. Atın bizdən istədiyi bacardığımızı ortaya qoymaqdır, potensialımızı göstərməkdir, ümumiyyətlə görünən olmaqdır. Bax, at ilinin bizdən tələb elədiyi budur. At il haqqında 2026 ilə bağlı elə bu kanalda, Cəbhə TV kanalında vilayət muxtarla geniş söhbətimiz olub. Yəqin ki, baxmısınız, baxmayanlar bir daha baxa bilər. Canlı bölümündə onu rahat siz izləyə bilərsiniz. Sonra çox tarixi hadisələr olub ki, yaxşı da var, yaman da var. Amma mənim üçün ən şərəfli tarix 1918-ci ildə, yəni at ilində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıdır. Kollektiv işlərə at ili təkan verir. Tənhalığa qurşanmaq, küskün olmaq, pessimist, bədbin olmaq, nə bilim, cəmiyyətdən təcrid olunmaq, uzaqlaşmaq insanların fəlakəti deməkdir. Sanki indiyə qədər olan əziyyətinizin bəhrəsini görəcəyiniz bir zaman kəsimi kimi baxın 2026-cı ilə. Yoxsa keçmişdə ilişib qalmaq, nə bilim, küskünlük yaratmaq, yaxud da məni kimsə gəlib tapacaq, xilas eləyəcək kimi xülyaları at xoşlamır. At deyir, mərd ol,
cəsarətli ol, hünərli ol və iş bacaran ol, öz yerində ol. Təbii ki, bu prosesdə, məsələn, süni evlilik, saxta evlilik, məqsədli hiləli evliliklər darmadağın olmağa dəlalət edir. Sevgi üzərində qurulan bu evliliklər isə davamlı şəkildə gedəcək. Adətən astroloqlar belə deyir ki, ilanın dağıtdığını at ili özünün birinci yarısında, tutaq ki, ilk 6 ayda hələ onun dağıntılarla məşğul olur. Ondan sonraki dönəmdə çiçəklənmə başlayır. Və yanvarın 1-i at ili başlamır. At ili başlayacaq Çin təqviminə görə 17 fevral 2026-cı ildə bitəcək 5 fevral 2027-ci ildə. Deyəsən 16 dedim, 26-cı ildə başlayıb 27-ci ilin fevralın 5-də bitəcək. Yəni bu zaman kəsimi buna dəlalət edir. At muraddır, at sədaqət simvoludur, vəfalılıq simvoludur. Odlu at özdə çılğın, nəsə gözləmək, düşünməyə vaxt sanki itirməmək lazımdır. Elə yerindəcə cəld, kimsə hazır cavabdırsa, cəlddirsə mütləq öz istədiyi hədəfə çatacaq. Əsas odur, müharibəsiz olacaq. İctimai siyasi proqnozları da zaman-zaman müxtəlif kanallarda, həmçinin öz kanalımda, Səbu Media kanalında da o barədə danışıram. Təkrarçılıq olmaq istəmirəm. Amma əsas odur ki, öz hədəfini bilən, tənhalığa çəkilməyən, keçmişdə ilişib qalıb, kaş o vaxt belə eləyərəm, kaş deyib, mənasız şeydir bunlar. Heç bir bugünkü və bundan sonraki hadisələrə təsir olmayan, adamı stresə salan, xəstəlik yaradan yanaşmadır. Kaş, nə bilim, filan, keçmişdə gedib eşələnmək olmaz. Ümumiyyətlə, bu insanlığa zərərdir, at il olsa da, olmasa da. O şeylərdən qurtulsanız, gələn ildən müvəffəqiyyət əldə edəcəksiniz. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun, kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.